Salam, xoş gördük dəyərli Avtosaz izləyiciləri. Biz Qarabağdayıq. İşğaldan azad olunan ərazilərdə yeni yolların, avtomobil yollarının çəkilməsi, bu prosesi yaxından izləyirik. Ərazidəyik, bir qədər deyək desək, Laçından üzü, Laçının Qorçuq yaşayış məntəqəsinə doğru, yəni Kəlbəcərə doğru hərəkət edirik və fikir versinizsə, fonda köhnə yoldur, yəni Sovet dönəmindən qalma yoldur və o yol gediş-gəlişi nisbətən təmin eləsə də o qədər də effektli deyil, amma məhz buna görə də ərazidə yeni infrastruktur, yeni yol yataqları, yeni geniş yollar salınır və relyef, çətinlik, məhz bu çətinliyə baxmayaraq proses sürətlə davam etdirilir. İndi mən arxada dağın yamacında həyata keçirilən işləri sizə göstərirəm. Baxın, xüsusi texnika bu çətin relyefdə ərazinin belə çətin olmasına baxmayaraq necə işləyir? Baxın, məhz bu istiqamətdə dağın yamacında yeni yol yatağı hazırlanır, çol-çoz təmizlənir. Məhz bu istiqamətdən böyük, geniş və müasir üslubda yeni avtomobil yolları keçəcək. Laçın rayonu ilə Kəlbəcər rayonunu və ətraf yaşayış məntəqələrini birləşdirəcək. Kənardan bəlkə də çoxları üçün bu proses asan görünə bilər. Amma həqiqətən də ərazidə olub bu prosesin necə və hansı çətinliklə icra olunduğunu yaxından görmək, şahid olmaq olur. Fikir verin, relyefi çətindir, dağlıq ərazidir. Məhz bura belə böyük bir texnikanı qaldırmaq, yol yatağının hazırlanması, infrastrukturun ərsəyə gəlməsi yəni həqiqətən də çətindir. Belə böyük bir texnika ilə bura qalxmaq və bu texnikanı bura gətirmək, burada hərəkət elətdirmək həqiqətən də çətindir. Fikir versiniz, baxın, sizi evakuator əraziyə texnika gətirib, amma gör hansı çətinliyi çəkir. Xüsusi texnikadır, evakuatordur, əraziyə məhz bu texnikanı gətirib, məhz burada düşürməlidir ki, yuxarıda dağın yamacında yeni yol yatağının hazırlanmasını, o prosesi həyata keçirsin. Amma burada dönmək, burada hərəkət eləmək doğrudan da qəliz məsələdir. Yəni Qarabağda infrastruktur bax belə çətinliklə, belə böyük bir əziyyətlə ərsəyə gəlir. Baxın, fikir verirsiniz. Görürsünüz. Baxın, fikir verirsiniz. Sovet dönəmindən qalma yoldur. Bir tərəfli yoldur və bu yolda həm texnikanın hərəkəti, eləcə də mini maşınların hərəkəti yəni çox çətindir, təhlükəlidir. Yolun sağ və sol tərəflərində belə dərələr var. Gecə qaranlıqda burada hərəkət təbii ki, təhlükəlidir. Ona görə də məhz ərazidə böyük, müasir standartlara, müasir tələblərə cavab verən yeni yol yataqları, yeni yol şəbəkəsi qurulur. Biz də bunun şahidiyik və çox yaxında Laçın şəhərini və ətraf rayonları birləşdirən möhtəşəm infrastrukturun yenidən istifadəyə, istismara verildiyini görəcəyik, izləyəcəyik və bunu da sizlərlə paylaşıb, sizlərlə bölüşəcəyik. Baxın, yol hansı formada əyilir və necə davam edir. Amma böyük, geniş, 3-4 zolaqlı yol buradan çəkiləndə necə rahatlıqla qonşu rayonlara, necə rahatlıqla gediş-gəliş təmin olunacaq.